Hər bir xalqın mədəni irsi onun sərvətidir. Bu sərvəti qoruyub gənc nəsillərə ötürmək isə mənəvi borcdur. Azərbaycan da daima öz mədəni irsinə sahib çıxır. Növbəti reportajda müxtəlif dövrlərdə bir çox səbəblərdən Azərbaycandan uzaq düşən və son 20 ildə geri qaytarılan dəyərli eksponatlarla tanış olacağıq. Azərbaycan mədəniyyəti tarix boyu yalnız estetik dəyər sistemi kimi deyil, eyni zamanda milli yaddaş, ictimai düşüncə və mənəvi davamlılığı formalaşdıran əsas sütunlardan biri kimi çıxış edir. Elə bunun bariz nümunəsi də son 20 ildə ölkəmizə gətirilən xüsusi əhəmiyyət kəsb edən eksponatların xarici ölkələrdən geri qaytarılmasıdır. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və xeyriyyətçilər tərəfindən Avropa hərraclarından alınıb ölkəmizə geri qaytarılan dəyərli eksponatlar içərisində üstünlüyü Azərbaycan xalçaları, tikmələr və bahalı zinət əşyaları təşkil edir. Azərbaycan xalçaları müxtəlif dövrlərdə Azərbaycandan qat-qat uzaqlarda, təbii ki, bizim sərhədlərimizdən kənarda tanınır. İtiraf edək ki, dünyada demək olar ki, hər bir qitədə belə ölkələr var ki, belə bir xalqlar var ki, onların xalq sənətləri arasında xalçaçılıq sənəti var. Amma Azərbaycan xalçaları dünyada xüsusi yer tutur. Öz rəng ahənginə görə, öz naxışlarına görə. Milli Xalça Muzeyinin tarixində xarici hərracdan əldə olunan ilk eksponat Şamaxı xalçasıdır. Şamaxı xalçası bədii estetik, tarixi baxımdan zəngin kompozisiyaya malik olan, dünya muzeyləri və şəxsi kolleksiyalarda nadir halda təsadüf olunan bir sənət əsəridir. Xoblu xalça kolleksiyasının ən nadir və mükəmməl bədii xüsusiyyətlərə malik eksponatlardan biri isə 17-ci əsrə aid olan Xətai xalçasıdır. Bu xalça 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən muzeyə hədiyyə olunub. Qarabağın Xətai kompozisiyalı xalçaları bütün dünyada şöhrət qazanan ən məşhur nümunələrdəndir. Avropada çox tanınmış auksion evləri var ki, onların hətta bugün veb saytlarında siz demək olar ki, hər bir Avropanın öndə gedən auksion evinin saytında siz mütləq Azərbaycan xalçasına rast gələcəksiniz. Hərracdan alınan maraqlı interyer tikmələrindən biri olan 18-ci əsrə aid nadir gözəlliyə malik tikmə nümunəsi də Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında xüsusi yer tutur. Bu növ nadir kompozisiyalı Azərbaycan tikmələri George Washington İnstitutunun Tekstil Muzeyi, Viktoriya və Albert Muzeyi kimi kolleksiyalarda qorunub saxlanılır. Bugün muzeyin zərgərlik kolleksiyası da 2019-cu ildə ilk dəfə dünyanın məşhur Sotheby's auksion evindən alınan eksponatlarla zəngindir. Bunlar Qacarlar dövrünə aid qızıl və polixrom minalı asma bəzəklərdir. 19-cu əsrə aid asma bəzək qiymətli daşlar və müxtəlif təsvirlərlə tərtib olunub. Həmçinin 2022-ci ildə ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi tərəfindən hərracdan əldə edilən Azərbaycana aid nadir 2 cüt sırğa da Qarabağ üslubunun ən gözəl incilərindəndir. Qeyd edək ki, bu dəyərli eksponatlar Türkiyə, İtaliya, Fransa, Almaniya, Avstriya və digər Avropa ölkələrindən, həmçinin Birləşmiş Millətlər Təşkilatından ölkəmizə geri gətirilən mədəni və tarixi irsimizin nadir nümunələridir. Vüsalə Məmmədzadeh, Fariz Şıxalizadə, ASTV Xəbər.